Herkese selam. Bugün bildiğiniz gibi ikinci semestrin ilk günüdür. Ve bilmirəm niyə enerji partlaması yaşayıram. Çok enerjiliyim. İnşallah bugün yaxşı geçer. 3 dersimiz var. Niye? Bilmirəm. Keş olmazdı. Ən giyinmişəm. Göstereyim ve şal var. Bir de şal var. Böyle bir sarhoşka. Ve çorabımı göstereyim. Bu kombinin star parçası elbette ki bu çoraplardır. Ne vaxtdan saxlayıram ki bunu üniversitenin ilk gününe giyinəcəm. Bugünə saxlayıram. Sarı en sevdiğim renkte inşallah uğur getirir. Giyinim gəlirəm. Bəyax qaçdım çorabı götürmək üçün. Ona görə təngi nəfəsəm. Yolda video çəkməyəcəm. Gedib üniversitede promo atacağım videonu. Öpürəm. Skal aksesuar taxmamış getirdim. Boğazıma koydum, bunu taxmadım. Sizlə aksesuarları taxaq. Bu hansı kombinime uydu, uymadı, nə gəldi? Ben toyda taxmıram. Her şeyde bunu taxıram. Bunu mən neçə illik 10 neçə illik dostuma bunu qədər çıxarda bilərəm. Sonra belə bir şey. Bunlar görmüşsünüz de onsuz da hər dəfə bu üçünü taxıram. Bunu taxım. Bir dənə qəşəng quşların üçünü də taxdım baxın. Bir dənə qəşəng quşların səsi gəlir həyətdən. Bugün həqiqətən çox qəşəng gündür. İnşallah davam edər olar. İnşallah. Bugün heç kimdən dalaşmarıq. Bugün heç bir şey eləməliyik inşallah. Belə. İndi her gün bize gel get. Bunu mənə görə et. Sonra dinle. Her gün bize gel get. Bunu deməli, indi çıxıram evdən uşaqlar. Bir də şeydən, bir də üzüklər taxdım, baxın belə. Tırnaqlarım yoxdur, inşallah olacaq. Yaxın zamanda düşünürük. Öpürəm, üniversite görüşərik. Gəl, bura Zeynəbin gülünü satışa qoyaq. Bir daha unutma. Zeynəbin gülünü satar. Deməli, nə tərfiyə bilərik? Gidək Zeynəbin yanına. Gəl bura tez ol. Gülümü təqdim elə. Nəfəsə tişə qoya bilərsən. Davay, gəl mən. Gəzib bilərsən tut. Davay. Mən də bunu sevmədim. Tamam. Tenha qadın, tenhalar. Bir daha salam uşaqlar. Keçən semestr mən dərs verdim uşaqlar. Deməli, uşaqlar, Zeynəb biznesini ilk gününü sizə təqdim edir, amma Zeynəb yoxdur. Çünki onların müəllimi gəldi, bizimki yox. Zeynəb üstündə 17 Pro Max verirəm alana. Siz öz kasıbının yetkisi yok diye 17 Pro Max verir, alın. Burası bir də təzdən bağlayıb açmaq lazımdır. Daha qəşəngdir. Qəşəngdir də. Biraz biz sizi yaxşı durmayı bilədir. Sevginiz varsa alın. Uşaqlarını sən göstərmədiksən. Deməliyə gedək foto. Pizza üçün çox darıxmışam. Sən də. Okay. Okay. Ben pizzaya uşağım. Yalnız ne kadar adam var? Nasa. Allah bilir. Neçə də? 4'də şöyle 4'də qalxırıq uşaqlar. Səsim gəlir. Səs kontrol 1-2. Denəmə. Biz indi 240-cı 3-cü dərsə gedirik. Dərsə gecikdik. Çox adam vardı. Çox adam yemək yerdi. Yemək gec aldıq və yeyə bilmədik. İndi gəlirik. Zeynep mutlu. Zeynep ses almışdı. Uydu. Zeynep içilişdə ya. Mən nə baxdım Zeynep belə 240 dayak. Uşaqlar, üniversiteden çıxdıq. İlk günümüz nətər idi qızlar? Yorumlayın. Yokum. Sərin, ilk gün haqda Yattım 10 dəqiqə yattım evdə. 2 dəqiqə qalmış durumuzda ki müəllim çağırır, heç çağırmırdı. Arada bunlar sataşlandı. Nazirə Zeynep danışır deyirəm. Müəllim deyir ki susun.
Nazan fikirləri. Alo Sura. Nazan, hə. Denə. Ne deyib? Mən başladım Bu kim ilk gün haqda. Çox bərbad, çox sıxıcı. Xarab. Məziyyətimə Elşad. Hayır mənim əziyyətimə. Hayır. Ben yeni geldim. Gelmez olaydım. Niye açıldım xaraba bilmirəm. Neyse. Option yani pisdir. Hadi bu kızın bu xasiyyəti olmayanda Zeynəb bir də nə olur da bu 3 saniyə qalmış dayanır burada. Nə qaçıb keçirə. Şadında o şey var ya. Baba ben seni ne için? Yani onu çözsün. İstediğin de bak. Okşadın tez. Ay kız istediğim bir şey var. Ben de bura koyarsın şeklini. Mən oxşatdığımı qoyacağım uşaqlar. I like to move it, move it. I like to move it, move it. Bunu düşünüm. Ha böyle Şimdi Emine Zeynep'in güllerini çekiyor. Videoda çəkirəm ha. Bəlkə indi sonradan gətirəyir də kötü falan. Anne sen soyun video tutacağım. Qəşəng də. Buna. Deməli, burada Zeynəb deyir ki, mən də çəkərsən arada üzümdə düşsün ki, Sasto paylaşım göz sevgim var. Nazənə deyir, sus mən paylaşacağım. Mən də Zeynəbin qabağını açıram ki, şəkil çəkim. İndi çəkirəm. Hani mən sənə yazıblar, sən tanışır. Yazıb ki, Əli Zeynəbə çox uzaq. Yaxşı eləyirəm. Dost mənim də özüm bilərəm elə. Bəli, mən icazə verirəm. Necə bu? Yəqin ki, burada olan söhbəti, yəni bundan əvvəl olan söhbəti başa düşmədiniz. Məsələn, bir dənə podrukası var. Yəni də mənə demişdi ki, sən Zeynəb işə çox qarışırsan. Onun beynini qarışdırırsan. Bundan əvvəl Zeynəbə biznes videosu çəkmişdim. Oradan yəqin ki, məlum olar. Yəni onu biraz məncə qarışmış ola bilərəm, amma çox qarışmamışam da. Yəni mən onu dəstək olmaq istəmişəm. Biz şəkil çəkirik, isə də gəlir arada bizi TikToka çəkib gedir. Hava da dəhşət külək idi. Yəni mən bu küləkli havada dəyərli dostumun çəkişlərini belə eləyirəm. Videonu sonlandırmaq yadımdan çıxdığı üçün indi sonlandırıram. Öpürəm sizi. Çox sağ olun izlədiyiniz üçün.